Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb. 6 illik fasilədən sonra ilk qatarın gəlişi münasibəti ilə Dəmir yolu vağzalında rəsmi qarşılanma mərasimi təşkil edilib. Tədbirdə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirinin müavini, Gürcüstan Dəmir Yollarının baş direktoru və digər rəsmilər Azərbaycandan gəlmiş qonaqları və sərnişinləri qarşılayıblar. Bugün münasibətilə hər birinizi təbrik edirəm. Bildiyiniz kimi 6 ildir ki, Bakı-Tbilisi reysi həyata keçirilmirdi. Bugünsə ilk qatar Gürcüstana gəlir və bu, bizim üçün olduqca sevindirici bir hadisədir. Tələbatın böyük olduğunu nəzərə alsaq, bu reyslərin gündəlik həyata keçirilməsi Gürcüstan üçün xüsusi əhəmiyyət daşıyır. Faktiki olaraq bir neçə gün ərzində çox sayda bilet satılıb. Biz Azərbaycanlı həmkarlarımızla birlikdə Bakı-Tbilisi-Bakı reysinin bərpa olunması üçün birgə əməkdaşlıq etdik. Və sevindirici haldır ki, bu uğurlu layihəni həyata keçirə bildik. İlk növbədə ölkəmiz üçün ən önəmli gün olan Müstəqillik Günü münasibəti ilə hər kəsi təbrik edirəm. Simvolik olaraq məhz bu gün, 6 illik fasilədən sonra paytaxtlarımız Bakı ilə Tbilisi arasında dəmir yolu vasitəsilə sərnişin daşımaları bərpa olunur. Bu isə öz növbəsində həm iqtisadi inkişafın sürətlənməsinə, həm turist axınının artmasına, həm də xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək. Artıq may 25-dən etibarən Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa etdi. Bugün ilk reysi biz Tbilisidə qarşıladıq və artıq qatarlar hər gün Bakıdan 23:10-da, Tbilisidə isə 21-də olmaqla hərəkətli olacaqlar və qatarların yolda olma müddəti 9 saat yarımdır. Amma nəzərə alaq ki, burada 2 saat dayanma var. Azərbaycan sərhədində Gürcüstan sərhədində 1 saat olmaqla sərhəd və gömrük yoxlanışları üçün bu vaxt tələb olunur. Qatarlar Bakıdan əlavə olaraq Azərbaycan ərazisində Biləcəri və Yevlax stansiyasında, Gəncə Dəmir yolu vağzalında, eləcə də Ağstafa və Böyükəsi stansiyalarında dayanacaq. Eyni zamanda Gürcüstan ərazisində Qardaban stansiyasında və Tbilisi Dəmir yolu vağzalında sərnişinlərə xidmət göstərəcək. Bilet satışı açılan andan etibarən yüksək tələbat var. Bu gün də müşahidə olunur və artıq aylıq bir ay ərzində satışa çıxarılan 8400 biletdən 6000-dən çox satılır. Bu da 70%-dən çox satış deməkdir. Bu da doğrudan da yüksək tələbatın olduğunu göstərir. Xüsusilə Gürcüstan istiqamətindən Azərbaycana artıq iyunun ortalarına qədər, iyunun 20-sinə qədər bütün biletlər, bütün reyslər üzrə tam satış həyata keçirilir. Bu bizim 6 ildən sonra ilk dəfədir. Hamınızı təbrik edirəm. Azərbaycan dövlətinin gücünü göstərir. Azərbaycan prezidentinin siyasətidir. Bizim gözəl belə qatarımız var, bir göstəricidir və qonşularımızla olan münasibətin birinci növbədə ən yaxın qonşularımızdan biri Gürcüstanla münasibətin daha da yaxşılaşmasına olan bir işdir. Burada yaşayan soydaşlarımızın, bizim Bakıda yaşayan soydaşlarımızın buraya gedib gəlişi asanlaşır, rahat qatardır, get-gedə sayı yəqin ki artacaq. O baxır bazara, bazarını tənzimləsin, hər şey qaydasında olacaq. Uğurlu, xeyirli olsun, gözümüz aydın olsun, hamımızı təbrik edirəm.